Hə, çocuklar, paylaşıram. Testləri, suallarınızı verin, görək nə qayırırıq. Buyurun, suallar gəlsin. Arkadaşlar, suallar gəlsin. 15. 15. Baxaq. Deyir Windows mühitində pəncərədən pəncərəyə keçmək üçün hansı düymələr kombinasiyasından istifadə edilir? Arkadaşım, Alt tabdan istifadə edirik. Alt tab. Pəncərədən pəncərəyə hoppanmaq üçün. Sonra 9. 6. 6. Windows əməliyyat sistemində qovluqların məzmununa baxmaq üçün hansı proqramdan istifadə edilir? Təbii ki, Windows Explorer. Bu bildiniz də File Explorer proqramıdır. İnternet Explorer yazmışam. Nədir? İnternet Explorer yazmışam. Internet Explorer internetə girmək üçün olan nə idi? Browser idi. Windows 9 Explorer değil, File Explorer neyəcəkdi? nə? Windows Explorer File Explorer'in köhnə adıdır. Hə. Arkadaşım 9-da deyir seçilmiş obyekt üçün kontekst menü hansı kombinasiya ilə açılır? Obyektin kontekst menüsü Shift F10 ilə açılır. Sonra 16. 13. 13-16 baxaq. 13. Son bir ayda yerinə yetirmiş tapşırıqların görünməsini təmin edən düymələr kombinasiyası Win ilə Tab'dır arkadaşlar. Win Tab. Son 30 gündə baş verən olayları nə edir? Özündə saxlayır. 16 deyən var idi elə bayaq. Windows Bəli. mühitində axtarış sayısı. Axtarış sayısı arkadaşım F3 ilə aktivləşdirir. F3-ü basanda pəncərənin sağ yuxarı küncündə nə var? Search box var. Ora kursor düşür. Yəni artıq axtarış sayısı aktivləşmiş olur. Sonra 19. 24. 19-24 yaş. Windows əməliyyat sisteminin tərkibinə daxil olan Accessories qovluğunda yerləşən proqramlara aid olan sıranı seçin. Arkadaşım, Accessories qovluğunda nələr yerləşir? Deməli, WordPad, yox, Turbo Pascala görə çıxdıq, Front Page-ə görə çıxdıq, Delphi-yə görə çıxdıq. Nədir? Word Excel-ə görə çıxdıq. Elə E variantı, Steps Recorder, Notepad, WordPad, Paint. Bunlar yerləşir. Sonra 23. 23 baxaq. Aşağıdakı hansı Windows'un xidmətçi proqramlarına aiddir? Arkadaşım, xidməti proqramlar təbii ki, bilirsiniz, utilitlərdir, düzdürmü? Yəni, utilitlər də xidməti proqramdır. Ya, bunlar da sistem proqramlarına aiddir, elədirmi? Amma Windows Media Player nədir? Tətbiqi proqramdır. Videolara baxmaq üçün olan proqramdır. Ona görə də E variantı. Sonra nəyə baxaq? 24. 24 baxaq. Windows əməliyyat sistemi Windows DVD Maker Ayma proqramı. şeydir. Bir günlük mənə 15 manat verə bilərsən, sabahlarım kartını özü qaytaracam. Mən həmişə əfsanədən istəyəndə indi deyir burada deyir tıxacda qalmışam, taksi vurmalıyam. Bakıda baxadaq deyir 15 manat, 13 manat ata bilərsən. Sabahlarım deyir kartına qaytaracam, nağdı şeyim yoxdur. Ay, Səbinəm, Gör. hansımız verək? Ay müəllim, üzrlü sayın səsi açıq qalmışam. Hə, heç nə. Yəni lazımdırsa da şey eləyək, yığışaq, atışaq. Yox, mən çox üzr istəyirəm. Səsin açıq olduğuna fikir verməmişəm. Həqiqətən Heç- üzrlü sayın. Yaxşı, yaxşı oldu. Arkadaşlar, deməli belə. DVD Maker nədir? Mən də deyirəm, yəqin DVD Maker-a aid nəsə sual verəcəkdir. Kart 15 manat ata bilərsən. Bütün respublika artıq güləcək buna. Deməli, Hadi video və gülsünlər şəkil arkadaşlar. fayllarını Nə var DVD burada? diskə yazmaq üçün də arkadaşım D variantıdır.
Sonra Bu qurtardı mənim. O birisini keçək. keçək. Bu qurtardı, o birisinə keçək. Buyurun. Hangisi? 2. 2. Arkadaşım, ASCII standartını işləyən mətn redaktoru. Ən sadə mətn redaktoru nədir? Notepad. A variantı. Notepad. Sonra 4. 4. Düzgün variantı seçilir. Deyir, Notepad vasitəsilə yaradılan faylın genişlənməsi RTF-dir. Arkadaşım, xeyr. RTF WordPad-ın genişlənməsidir, Notepad-ın yox. 4 niyə səhvdir ki, mənim? 4 steps recorder səs yazmaq üçün deyil axı, ay Yusuf. Sən dərsi oxumamışdın. Dərsdə elə şəkil var, axı, səs yazma şəkli var. Ay bala, şəkil Bəli. girsin sənin bu gözündən girib o birisi gözündən çıxsın. Səyçə, aç dərsliyi görüm orada nə yazıb steps recordera. Aç. Ekran görüntüləri imiş. Bir hə. Arkadaşlar, görürsünüz nə qədər manyak uşaqlar var. Sizin ucbatınızdan dünyada müharibə əksik olmur da. Neçəyə baxırıq? 6. 6. Aşağıdakılardan hansılar standart proqramlardır? Bax, kalkulyator standart proqramdır. Düzdür, voice recorder standart proqramdır. Sticky Notes standart proqramdır. WordPad standart proqramdır. Paint'dir, Notepad'dir, 3D Viewer. Abi, hamısı da E variantı. Bəli. Sonra 13. Windows 7 əməliyyat sistemi standart proqramları, kalkulyator proqramı hansı? Arkadaşım, kalkulyatorda 4 iş rejimi var. Standart var, scientific var, ondan sonra programmer var, bir də graphing var. Sonra 16. 16. Windows 10 əməliyyat sisteminin Explorer proqramında daha yuxarı səviyyəli qovluğa keçmək üçün hansı düymədən istifadə edilir? Arkadaşım, backspace düyməsi. Backspace üst kataloqa keçid düyməsidir. 19. Aşağıdakı hökmlərə əsasən doğru variantı seçin. Ctrl-Y əmrindən sonra obyekt solğunlaşır. Yalandır arkadaşlar. Cut və paste əmrləri seçmiş obyektin yerini mübadilə buferinə düşmədən tələb olan yerə dəyişir. Xeyr, cut, paste mübadilə buferi əmrləridir. Ctrl-C və Ctrl-V əmrindən sonra obyekt öz yerində qalır. Bu doğrudur. Çünki niyə Ctrl-C eləyəndə kopyalayırsan? Ctrl-V eləyəndə kopya harasa düşür. Özü isə öz yerində qalır. Sonra 21. 21, baxaq. F1 düyməsinin vəzifəsi nədən ibarətdir? Deməli, F1 düyməsi nə edir? Arayış pəncərəsidir, düzdürmü? Yəni, məlumat sorğu pəncərəsini aktivləşdirir. Bu arada bunu deyim ki, Windows 10-da artıq məlumat arayış pəncərəsi yoxdur. Yəni, sorğu sisteminin pəncərəsi yoxdur. Birbaşa olaraq nə edir? Brauzeri açıb internetə qoşulur F1-i basanda. 20-yə baxaq mı? Baxaq. Ekrandakı cari pəncərənin sürətini klipborda yerləşdirmək üçün hansı düymə və ya düymələr kombinasiyasından istifadə edir? Cari pəncərənin sürətini klipborda yerləşdirmək istəyirsənsə də Alt Print Screen istifadə edəcəksən. Print Screen, belə deyim də, tam olaraq ekranın təsvirini götürür. Amma Alt Print Screen basanda aktiv olan pəncərənin şəklini götürür. Alt print screen basanda məndə işin olmur. Ay bala, sən notebook istifadə edirsən. F-ni də bas. Eləcə FM print screen olur. Ay bala, alt print işlədim. screen ekranın tam təsvirini götür. Da alt print screen lazımdır. Sonra 22. 22. Hə, bildim 22-ni bildim mən. Baxmıyorum. Sonra
Keçək o zaman kütləviyə. Deyin görək burada nə problemimiz var. 30. 30. Bəli. Arkadaşım, kontekst menünün qeyd olunmuş əmri. Qeyd olunan əmr nədir? Extract files. Yəni faylları aç, çıxar. Faylları arxivdən çıxarır. Sonra Bir. neçə? 41. 41. Baxaq. Arkadaşlar bunlar gadgetlərdir. Bu da Windows 10'a aiddir. Windows 10'a yox, Windows 7'ye aiddir. Nədən bilə bilərsiniz Windows 7'ye? Bax bu 3 dənə bacı düymə var ha, 3 bacı düyməsi. Eşidirsiniz da 3 bacı düyməsini. Minimize, maximize, bir də close. Bax bu 3 düymədən, bir də rənglərdən bilinir ki, bu Windows 7'ye aiddir. Windows 10'da gadget istifadə olunmur. Mənasız olduğuna görə. Sonra 48. 48. Deyər aşağıda göstərilən təsvir Windows-dan əməliyyat sistemində iş masasına hansı əmrlə əks olunur? Arkadaşlar bu gördüyünüz Sims personalize ilə əks olunur. Sonra suallar gəlsin arkadaşlar. 59. Bax, magistr ol qovluğunda neçə obyekt var? Arkadaşlar burada aşağıda nə yazıb? 27 items. 27 dənə obyekt var burada. Bu arada bir dənə böyük problem var burada. Bilirsiniz problem nədir? Ha? Arkadaşlar. 59'da Bəli. problemi kim görür? Burada ne problem var? Allah'ım ya Rabbim, danışmır heç biri. Ay uşaqlar, konuşma Bəli. yeteneğiniz mi kalbi? Ha? Nədir müəllim? Deyirəm burada hansı problem var 59-cu sualda? Problem o altda yazılır. Altda ne yazılır? 27-nin olmağını deyirsiniz. Ay bax, mən deyirəm 59-cu sualda hansı problem var? Kim görür problemi? Şəkil yarım çıxdı müəllim. Xeyr. Elə o. Ay bax, burada yazıb magistrol qovluğu. Burada baxsan MIG informatika qovluğu verilibdir. Magistrol qovluğu heç ümumiyyətlə yoxdur burada. Bildiniz problem nə idi? Mən tez sualın məzmununa kökləndim və baxdım burada 27 items yazılıb. Benim 27 obyekt olduğunu göstərir. Amma bura baxsan ki magistrol qovluğu deyir, amma buradakı qovluq nədir? MIG informatika qovluğudur. Magistrol qovluğu deyil. Gördünüz bunu? Bildiniz? Növbəti suala keçək. 64. 4. Bəli. Vəziyyət sətri adətən pəncərənin hansı hissəsində yerləşir? Vəziyyət sətri aşağıda yerləşir. Sonra Mənim 65-də bir dənə baxardıq. Orada zis pis deyil. bu dəqiqə baxıram qadına. 65. Bəli. Desktop Icon Settings pəncərəsində hansı sistem qovluğunun piktogramın dəyişmə funksiyası yoxdur? This PC dəyişə bilər, kontrol paneli dəyişə bilmirik. Hə, adlarını səhv yadımda saxlamışam. Hə, düz deyirsiniz. Kontrol paneldə dəyişmək olmur. Sonra
Plaka yerli bak üstü. Tərli 4. Neçə baxırıq? 73. 73. Taskbar tabında hansı əmrlə tapşırıq paneli ekranın təyin edilmiş küncünə kilidlənir? Arkadaşım, kilidləmək nədir? Lock. E variantı. Lock the taskbar. Sonra 83. 83. Bəli. Baxıram. Deyir ki, burada istifadəçi proqramı silmək üçün hansı qovla müraciət etməlidir? Arkadaşlar, proqramı kontrol paneldə sildik. Siz hardan silirsiniz? Yaxşı, növbəti sualımız. 86. 86 baxaq. Language bar ilə show desktop düyməsi arasında yerləşən hissə nədir? Notification. Sonra neçəyə baxırıq? 95. 95. 95-də deyir ki, köçürmə və silmə əməliyyatlarını tətbiq etmək olmaz. Nəyə? Müxtəlif kataloqlardakı fayllar qrupuna. Yüz iki. Yaxşı. Sonra neçəyə baxırıq? 102. 102. Çoxlu sayda obyekt içərisindən birinin seçilməsi üçün aşağıdakılardan hansına istifadə etmək olar? Mouse'un sol düyməsində üstünə klikləyirsən, seçilir. Sonra nəyə baxırıq? Yüz on altı. 116-ya baxaq. 116. Məsələlər zolağında obyektlərin 2D görünümünü təmin edən düymə hansıdır? Birazca belə deyim, sualın özü şeydir, kəlləmayalaq sualdır. Amma söhbət alt tabdan gedir. Alt tabı basanda bax, iki ölçülü şəkildə obyektləri siz nə edə bilirsiniz? Görə biliyorsunuz. Sonra neçəyə baxırıq? Sual var. 135. 135. Baxaq ki, nə deyir 135-də. Müxtəlif proqramlar arasında informasiya mübadiləsisi üçün aşağıdakı hansından istifadə? OLE texnologiyası, arkadaşım. OLE texnologiyası. Object Linking and Embedding. Sonra 154. 154. Baxaq.
Windows 10 əməliyyat sistemində Explorer proqramında olan obyektlər üçün görünüş rejimləri hansılardır? Arkadaşlar, indi bir dənə söz deyim sizə. Normalda bax burada gördüyünüz 8-in 8-də görünüş rejimidir. Amma indi bu suala doğru cavab vermək üçün nə edəcəksiniz? Bax, burada ikonlarla olanlar bu magistr rolun suallarında həmişə götürülür ölçü. Iconsuz olanlar olur rejim, hamısına bir yerdə forma deyirlər. Ona görə də bu 154, 155, 156-da 3 dənə fərqli termindən istifadə etdiklərinə görə birində cavab nə olacaqdır? Görünüş rejimi deyir. 2, 3, 6, 7 götürürük. A variantı. Burada ölçülər yazıb. Ölçü dediyinə görə 155-də deməli icon olanları 1, 4, 5 və 8 götürürsən D-ni. 56-da deyəndə formalar, onda da hamısını götürürsünüz. Yəni bunların test banklarından istifadə edəndə bu cür yanaşanda cavablar düz çıxır. Sonra 160. 160. Səbətdə properties vasitəsilə hansı əməliyyatlar aparmaq olar? Səbətin fərdi ölçüsünü təyin etmək olar. Faylları səbətə göndərmədən silinməsini təmin etmək olar. Silinmənin təsdiq əmrinin görünüb görünməsini təyin etmək olar. Səbətin ikonunu nədir? Olmaz. Səbətin içini təmizləmək, bunun dəxli yoxdur. 1, 2, 3 doğrudur arkadaşım, A variantı. Bax bura bir daha göz önündə buna baxaq. Bax bunun üzərinə gəldim. Properties açdım, düzdürmü? Burada nə var? Deməli, custom size səbətin ölçüsünü təyin etmək. Don't move files recycle bin səbətə düşmədən silinmə. Bir də display delete confirmation dialog. Yəni ləğv etmənin təsdiqi düyməsini, pəncərəsini göstərmək. Bax, bu 3 dənə parametri buradan sazlayırıq. Sonra neçə 169. baxırıq? Neçə? 169. 169. Qovluq daxilində 10 fayl vardır. Onlardan 4-ü seçildikdən sonra invert selection. Invert selection seçiləndə neçə fayl seçilməmiş qalacaq? 4-ünü seçməmişdik. Invert verəndə 4-ü seçilməmiş olacaq da C variantı. Invert seçimi tərsinə çevirməkdir də. Sonra 179. 179. Nə deyir burada? Kontekst menyu açdıqda əmrlərdən bəziləri bozsa da, deməli passivdir həmin əmrlər. Ancaq passiv olan əmrlər boz rəngdə görünür. Yüz seksen dört. 184. Gəl nə deyir? Windows əməliyyat sisteminin tapşırıq panelində sürətli əmrlər bölməsində 3 element vardır. Sürətli əmrlər bölməsində 3 element var, bildik. Əlavə 10 Excel sənədi, 5 Paint sənədi, 12 Word sənədi açıb tapşırıq panelinin neçə proqram ikonu görünəcək. İndi bir şey deyim. İlkin vəziyyətdə Always Combine Hide Labels aktiv olduğuna görə, Always Combine aktiv olduğuna görə 10 dənə Excel açsanda bir dənə ikon, bir dənə düymə görünəcək. 5 Paint atsan yenə bir dənə düymə görünəcək. 12 Word atsan yenə bir düymə. Yəni əgər tapşırıqlar panelində sürətli əmrlər bölməsinə olan 3 element Excel-ə, Paint-ə və Word-a aid deyilsə də, o zaman o 3 dənə düymə durur. Əlavə olaraq da Excel, Paint və Word-un hər biri üçün bir dənə düymə əmələ gəlir. Nəticə etibarilə 6 dənə proqram ikonu görünəcək. Yəni E variantıdır.
Sonra 195. 195. Qəşəng gedirik. Gizlədilmiş obyektlərin ekranda görünüb görünməməsi Windows 10 əməliyyat sistemində hansı əmrlə həyata keçirilir? Arkadaşım, Options, Folder and Search optionla. Options folder o C iləndir də. Explorer pəncərəsində C ilə nə deyirlər ona? Bax bu. View lentinin qrupu. Bir dənə. Explorer pəncərəsini açım onu göstərim. Burada C-nin altına düşür. Çox pis. Belə qoyum ora düşməsin. Bax options var. Nə açıldı? Folder and search options. Burada nə var? Hidden files and folders. Don't show hidden files, folders or drives. Yəni gizli olanları göstərmə. Sonra 107. 207. Desktop'un kontekst menüsünə view alt menüsünə daxil deyil. View görünüşlə bağlı, düzdürmü? Burada nə var? Large icons görünüş rejiminə aiddir, view-ya aiddir. Outer range o da görünüşə aiddir. Show desktop icons, align icons to grid, amma date modified düzümə aiddir. Baxın kontekst menü açıram. Burada view-da göz date modified yoxdur, amma sort by-a gələndə date modified var. Sonra 211. 211. Bunları qarışdırdı. Hansıları işlənir, hansıları işlənmir. 211-də deyir ki, aşağıda hansılar qovluq və faylların adlarından istifadə etmək olar deyir. Bax arkadaşım, con 12 olar. Aux olmaz. Fayla aux adı qoya bilməzsiniz. 2 l ilə olduğuna görə bu olar, amma 1 l ilə olmaz. Nulu 1 l ilə qoysan olmaz. Pırın olmaz. Yəni 2 ilə 4 olmaz. Sonra com 0-dan com 9-a qədər ola bilməz. Yəni 5 də olmaz. 2, 4, 5 olmaz. 2 olan, 4 olan, 5 olan variantlar çıxanda B variantı qalır. Bax, com 1 ola bilməz. LPT 0-dan 9-a qədər olmaz, amma LPT burada 10 veribdir. Burada da LTP verib, ona görə 7 olur. 8-də də com0 com9 veribdir. Eləcə com0 versəydi, bat olmazdı. Eləcə com9 versəydi, bat faylı olmazdı. Amma com0 com9 versə də bu olar. Bu sistemə aidiyyatı olmayan bir şeydir. Nə deyirlər ona? Resurs addır. Sonra neçəyə baxırıq? 230. 230. Bayaq gördüm. Başa düşdüm. Windows əməliyyatı aşağıdakı adların hansından istifadə edilə bilər? Bax, com10 istifadə oluna bilər. Digərləri olmaz. Con ümumiyyətlə olmaz. Null olmaz. Aux olmaz. LPT 7 olmaz. Com 9-a qədər olmaz, amma 10 olar. Sonra uşaqlardan 2 nəfər rəhmətə getdi. Qoca bunlar kimdir? Yoxa çıxanlar biri Müsalə xanımdır, digər Zərifə xanım. Zərifə xanıma nə oldu, Allah? Yoxa çıxdılar. Davam edirik. 237 mən. 237. İşarə olunmuş əmr nəyə bildirir? Burn to disk. Burn to disk nə deməkdir? Diskə yandır. Yəni nə edir? Faylları diskə yazmaq üçün istifadə olunur. B variantı. Sonra 143. 43. sənə nə deyir? Deyir göstərin disk hansı fayl sistemindədir? Nə yazıb burada? NTFS yazıb da fayl sistemi.
Öz də yazıb da ingiliscə file system qabağına yazıb NTFS. Siz nə yazıbsınız siz Allah? Ha? Ona baxmaq heç qalma gəlmir. Yazmamışdım mən. Ha, heç nə yazıb. Nə deyim mən sana? Başka sualımız arkadaşlar. 244-dən o tərəfə yazmamışam. 244'ten o tarafa 250'de 5 tane sual kalırdı. Niye yazmıyorsun? Uyğunu müəyyən edin arkadaşlar. Demək, Content Save və D-diskləri hardan görünür? This PC-dən. Yəni bir A-ya 6 uyğundur. 6A. Yəni C ilə D-yə baxacağıq. Sonra C deyir tənzimləmə etmək üçün istifadə olunur. Control panel 2. 2-yə də C. Demək C variantı düzdür. 4-də run nədən ötürüdür? WinR əmrlər vasitəsilə aktiv olur. Düzdür. Və 5-də də Task Manager'dir. Bu nədir? Tapşırıqlar panelini tapşırıqlar paneli bu səhvdir. Arkadaşlar, C-də 5-in açıqlamasını səhv edir. Task Manager tapşırıq panelini aktivləşdirmir. Tapşırıq dispatcherini aktivləşdirir. Sonra növbəti. Burada qurtardı. O tərəfə mən qalmışdı eləməmişəm. Nədir? Yəni 244-dən, yəni bu 45-dən o tərəfə eləməmişəm. 6-cı da sual idi. Burada nə var ki, eləyə bilmədim? Yəni, bunu eləmədim. Əvvəl dərsləri oxumuyubsan da ona görədir. Maşın xala. Deməli, bir dənə Müjgan xanım işləyib bir tapşırıqları. Biraz da oradan buradan Yusif işləyib deyəsən. Yenə də imtahana siz gedəcəksiniz. İstədiyiniz qədər işləməyə bilərsiniz. Yaxşı arkadaşlar. O zaman nə edək? Birazca keçək yeni mövzumuza. Word proqramı. Microsoft Word. Açıram, şərh edirəm, diqqətlə baxın, sonra probleminiz olmasın, olsa nə olacaq? Üstünüzə qışqıracağım. Word proqramı, Word. Açıram və başlayıram işə. Deməli, belə. Ekranı paylaşaq. Arkadaşlar, Word proqramı mətn prosesordur. Microsoft şirkətinin məhsuludur. Bu mətn prosesoru açan kimi bizi deməli Home kateqoriyasına qarşılayır. Home kateqoriyasında iki sahədir. Biri News sahəsidir. News sahəsində bizə şablonlar təqdim olunur. Blank document, ondan sonra welcome to Word, nə bilim single space blank, ondan sonra bold modern resume. Yəni müxtəlif şablonlar bizə təqdim olunur. Təbii ki, buradakı şablonlar azdır. Daha çox şablon üçün more templates basa bilərsiniz. Bu halda bizi new kateqoriyasına atacaqdır. Aşağı hissədə isə iki siyahı var. Biri recentdir, digəri pinneddir. Recent axırıncı açdığımız faylların siyahısını bizə təqdim edir. Pinned isə deyim, sancaqladığımız faylları göstərir. Yəni bu recent siyahısında hansı faylın üzərində bax bu sancaq işarəsinə klikləsək, onlar pinned sahəsində saxlanılmış olur. Recent siyahısı nədir? Dinamik siyahıdır. Yəni yeni fayllar açdıqca buradakı köhnə fayllar itir, yerini yenisi tutur. Amma pinned siyahısı nədir? Statikdir. Çünki recentdə nəyi sancaqladımsa da pinned siyahısında o görünmüş olur. İndi çox danışmadan nə edək? Blank document basaq və Word proqramımız açılsın. İndi burada arkadaşlar lent görünmür. Lentin görünməsindən ötürü tabı basıram. Tabı basandan sonra da burada aşağıda bir düymə var.
Always Show Ribbon. Onu aktivləşdirdim. Windows deməli Word 2019-da burada nə işarəsi olur? Sancaq işarəsi olur. Onu basırsınız, belə açıq vəziyyətdə də qalır. İndi hal-hazırda istifadə elədiyimiz Word 2021-də, amma 2019-dan çox yaxındılar. Ona xüsusən də bu gün sizə şərh edəcəyim Home və View tabları. View tabından başlayaq. View görünüş rejimindən bağlıdır. Sənədin görünüşü haqqında, interfeysi haqqında, interfeysi ilə bağlı sazlamaları buradan apara bilirik. Burada birinci qrupumuz Views qrupudur arkadaşlar. Burada görünüş rejimləri yer alır. Read mode görünüş rejimi var. Print layout görünüş rejimi var. Web layout, outline, draft. Deməli, Word-də neçə görünüş rejimi var? 5 görünüş rejimi. Bu görünüş rejimlərinin bir-birindən fərqi nədədir? Arkadaşlar, birinci əsas görünüş rejimi print layoutdur. Çünki Word-u ilk dəfə açanda print layout görünüş rejimində açılır. Print layout görünüş rejimi bizə imkan verir ki, sənəddə həm başlıqlar, həm mətn, həm də ki, şəkillər görünsün. Eyni zamanda interfeysdə həm üfüqi xəttkeşi, həm də şaquli xəttkeşi bu rejimdə görə bilirsiniz. Yəni, bu rejimdə sənədin özü elə görünür ki, onu çap edəndən sonra printerdən çıxan sənəd necə görünəcəkdirsə də o şəkildə. Yəni, printerdən çap eləyəndə necə görünürsə də, ekranda da o şəkildə görünür. Ona görə bu rejimə deyirlər, what you see is what you get. Gördüyün əldə etdiyindir. Digər görünüş rejimi web layoutdur. Bu web səhifə kimi göstərir. O zaman şaquli xəttkeş itir, ancaq üfüqi xəttkeş qalır. Amma başlıqlardır, ondan sonra şəkillərdir. Bunlar əks olunurlar səhifədə. Digər görünüş rejimi outline görünüş rejimidir. Outline görünüş rejimi struktur görünüş rejimidir. Bu rejimdə sənəddə başlıqlar görünür. Başlıqlar mətni öz tərkibinə yığa bilirlər. Həmçinin bu görünüş rejimində xəttkeşlər nə üfüqi, nə şaquli görünmür. Eyni zamanda da burada outline görünüş rejimində nə olmuş olur? Kim bilir? Outline görünüş rejimində şəkillər dedik görünməz olur, xəttkeşlər görünməz olur. Başlar mətni öz tərkibini yığır və yeni bir lent tabı açır. Outlining tabı. Bu rejim digər rejimlərdən fərqlidir. Burada ən maraqlı xüsusiyyətlərdən biri odur ki, sənədin hər başlığını ayrıca bir sənəd kimi yadda saxlamaq mümkündür, yaxud da bir neçə dənə Word sənədini bir sənəd kimi birləşdirmək mümkündür. Outlining sənədin sırf strukturundan işləməyə imkan verən rejimdir. Bunu əyani şəkildə göstərmək üçün bir dənə sənəd də aça bilərik. O görə bizdə içərisində həm şəkil, həm də ki, nə olan, məlumat olan nə var? Bir dənə baxım, buradan tapım. Məsələn, informatika dərsliyi ilə bağlı məlumat. Hocam, hara bazaya gedək. Nəzəri hissə. Hocam, 18-ci dərsdə diskin fiziki strukturu 19 yox, 17 yox, 16, əməliyyatı 15. Aha, viruslar, antiviruslar. Bunu açıram ki, siz də görəsiniz. Bax, indi bu gördüyünüz sənəd ki var, enable editing verin. Bax, hal-hazırda hansı görünüş rejimindədir? Print layout görünüş rejimindədir. Həm üfüqi xəttkeş, həm şaquli xəttkeş görürsünüz. Başlıqları görürsünüz. Mətni görə bilirsiniz. Şəkillərdə görə bilirsiniz. İndi bunu view tabından gəlib dəyişirəm rejimini. Eləyəcəm nə? Təbii ki, eləyirəm web layout. Gördüyünüz kimi şəkil görünür. Amma şəkil bayaq sağ tərəfdə idi, keçdi sol tərəfə. Başlıqlar görünürlər. Üfüqi xəttkeş görünür, şaquli xəttkeş görünür. Draft görünüş rejimində üfüqi xəttkeş görünür, şaquli görünmür. Web layout o mənada bənzəyir, amma şəkil də görünmür. Bura baxın draft rejiminə. Elə bil burada şəkil olmayıbdır. Anadan gəlmə burada şəkil olmayıb.
Bu belə bir rejimdir. Outline-da da şəkil olmur. Amma burada bir şey var ki, başlıqlar mətni öz tərkibindən yığa bilirlər. Yəni burada başlıqlar əslində qalsa başlıq formatında deyil. Onu necə bilə bilərik? Bax bunu seçdim. Göz bura nə yazıb? Body text yazılıb, düzdür? Body texti mən level 1 elədim. Məsələn, burada da ikinci bir şey var. Bunu da level 1 eləyirəm. Deyəcəks, niyə elədim? Göstərim ki, bax bu plusun üstünə basanda 2 qat. Gördünüz arkadaşlar. Mətn nə oldu? Başlığın içinə yığıldı. Yəni başlıqlar mətni öz tərkibindən yığa bilirlər. Bayaqdan dediyimiz o idi. Və burada sağ tərəfdə show dokumentdən istifadə edib create basmaqla və burada kompüter virusların yaranması və inkişaf tarixi hissəsini yeni bir sənədə çevirə bilərsiniz. Yaxud da insertdən istifadə etməklə hər hansı sənədi cari sənədə subdokument, yəni alt sənəd kimi daxil etmə imkanımız mövcuddur. Sonra arkadaşım, burada nə var? Burada elədiklərimizi geri qaytarın. Sənədin evini yıxmayaq. Sonra bir də burada var görünüş rejimlərindən read mode. Tam ekran oxuma rejimidir. Read modda şəkillər, mətn, başlıqlar görünsə də nə üfüqi, nə şaquli xəttkeş görünür, nə də ki lent görünmür. Baxın, sənəd tam ekran açıldı. Bu şəkildə sənədə baxmaq mümkün olur. Bunu da escape basaq, bu rejimdən çıxaq. Deməli, view tabının views qrupundan başqa immersive deyilən bir qrupu var. Immersive qrupu Azərbaycana heç uyğun deyil. Niyə? Burada fokus hissə yaxşıdır. Yəni, əgər diqqətiniz yayınırsa da başqa sətirlər, fokus hissədən istifadə eləməklə nə edə bilirsiniz? Sənədə ancaq fokuslana bilirsiniz. Qıraq hissələr falan itir. Qara rejimdə bu şəkildə görünür. Yəni, sənədinizə fokuslanıb onun üzərində işləyə bilirsiniz. Immersive isə oxumaqdan ötürü istifadə olunur. Bura baxın. Burada column wise verdim. Narrow yox, elə moderate. Normal olsun. Səhifənin gözünüzü yorduğunu düşünürsə də bunu biraz daha fərqli rəng. Çünki ağ rəng fonda olanda adamın gözü yorulur. Sonra gözünüz o birisi sətirlər falan qaçırsa da line focus verirsiniz. Eyni vaxtda bir sətri ekranda saxlayır. İstəsəz 3 line da verə bilərsiniz. 3 sətri ekranda saxlaya bilər. Bu fokuslanmanızı rahatlaşdırır. Text spacing şriftləri bir-birindən aralayır. Heç qəşəng görünmür. Syllables verdikdə isə nə edir? Təbii ki, burada hecalar varsa da onlara böləcək, yoxdursa da elə beləcə qalacaq. Read aloud nədir? Mətni səsli oxuyur. Hocam bunu hara qoyun? Elə buralarda bir yerə qoyun, başlasın oxumağa. Kanalari, computer gribi informasi yadasiyasları, compact diskler. Özünüz də gördüyünüz kimi Azərbaycan dilində olan mətni çox keyfiyyətsiz və mənasız şəkildə oxuyur. Ona görə də bayaq dedim, bu məsləhət deyil. Sonra view tabının digər bir qrupu page movement qrupudur. Burada vertical var. Bir də side to side var. Diqqət edin, side to side çox maraqlı görünür. Görünüşü çox maraqlıdır. Elə bil biz scroller'ı hərəkət elətdirəndə mouse'un təkərinə nə edir? Vərəqləri götürür sağ tərəfdən sol tərəfə doğru bir-bir tullayır. Effekti qəşəngdir. Amma vertical verəndə klassik olaraq aşağıdan yuxarıya doğru, yuxarıdan aşağıya doğru vərəqlər sürüşür. Ruler xəttkeş. Bayaqdan deyirdim ki, müəyyən rejimlərdə xəttkeş görünür, müəyyənlərdə görünmür. Arkadaşım, əgər burada rulerin quşunu götürəsi olsanız, heç bir rejimdə xəttkeş görünəsi deyil. Grid line mətn sənədində şəkilləri səliqəli yerləşdirmək üçün tor xəttlərini aktivləşdirir. Navigation pane isə sol tərəfdə bu gördüyünüz kimi naviqasiya sahəsini açır, yəni hərəkət sahəsi.
Bura axtarış zamanı bizim üçün çox əlverişli olur. Headingslər başlıqlar üzrə axtarır. Page səhifələr üzrə nəticələri bizə göstərir. Result isə abzaslar üzrə nəticələr göstərə bilər. Düzdür, sənədimizdə belə, Müəllim, hə, xəttkeşi dediniz silir. Onu bir də göstərə bilərsiniz zəhmət ruler, olmasa. ruler. Quşunu götürəcəm, xəttkeş olmayacaq. Burada məsələn axtarıram virus sözü. Gördüyünüz kimi 185 dənə burada nəticə tapır. Result isə gələndə there are too many results. Həddən çoxdur. Yaxşı, bunun yerinə Troyan axtarım. Troyan. Troyan axtaranda bircə dənə virus tapmış olur. Və onu abzas şəklini göstərir. Pages verəndə göstərir ki, 4-cü səhifədir bu. Headings verəndə başlıqlar burada qoymamışam deyə başlıqla görünmür. Yəni bir şey deyim ki sizə, burada navigation pane-də axtarış nəticələri 3 cür görünə bilər. Başlıqlarla, səhifələrlə, bir də nəticələr. Bunu yadda saxlayın. Sual kimi qabağınıza çıxanda problem olmasın. Gəlin də sual cavab edəcəm. Sonra burada zoom qrupu var. Bu yaxınlaşdırmaq üçündür. Word-də miqyasının ən kiçik ölçüsü 10%, ən böyük ölçüsü 500%. Zoom pəncərəsi açılır. Bunu ən kiçik ölçüyə də qoya bilərsən və nə edə bilərsən? Ən böyük ölçüyə 500%-ə gətirə bilərsən. Təbii ki, percent nədir? Faiz sənin əlindədir. Artır, azalt. Bununla da 10% ilə 500% arasında istənilən ölçünü təqdim etmək mümkündür. Burada standart ölçülər də var. 75%, 100%, 200%. Burada page wise var. Text wise var. Page wise verəndə səhifənin kənarları ekranın kənarlarına qədər nədir? Açılır. Text wise verəndə səhifənin yox, mətnin kənarları ekranın kənarlarına qədər açılır. Text wise-da, yəni page wise-ə nisbətən daha böyük olur görünüş. Niyə? Çünki daha da yaxınlaşdırmış olur. Full page verəndə isə səhifəni ekrana tam yerləşdirir. Bu halda ölçü balaca görünür. Baxın, səhifə ekranı tam yerləşir. Zoom-a qayıdıram, buradan da 100% verirəm. Sonra burada var one page, multiple page. Yəni bir səhifə görünsə ekranda, multiple bir neçə səhifə ekranda görünə bilər eyni vaxtda. Page wise da versən, bir səhifə eyni qədər ekrana sığışmış olur. Bax, bunlar bundan ötürü istifadə olunur. Mən də nə edirəm? 100% verirəm, elə qoy belə də qalsın. Sonra burada window qrupu var arkadaşlar. New window var. Eyni Word sənədi ikinci pəncərədə aça bilir. Bura baxın aşağıda, görsünmü? Burada da sol tərəfdə də, sağ tərəfdə də info 15 yazılır. İkisindən də eyni nədir? Eskizlər gəlir. Və burada görəcəyimiz iş nədir? Deməli, view. Ay view, haradasan? Hə, bura gəldim. Burada var arrange all, bir neçə dənə pəncərəni ekranda nə edir? Alt-alta qəşəng səliqə ilə düzür. Split nədən ötürüdür? Bir pəncərəni iki hissəyə bölür. Baxın. Yuxarısı ayrı hərəkət edir, aşağısı ayrı. Remove split bölünməni ləğv edir. Bəs burada boz olan əmrlər niyə bozdur? Ona görə ki, mən ikinci pəncərəni boğmuşdum. İndi arrange basıram, pəncərələr alt-alta düzür. Burada nə var? Side by side, yan-yana qoyuram pəncərələri. Sonra burada window qrupuna gəlib sinkron scrolling verəndə bax sol tərəfdəki necə hərəkət edir, sağ tərəfdəki onunla bərabər hərəkət eləməyə başlayır. Hə. Bir də var burada. Sinkron scrollingi dayandıranda hərəsi özü müstəqil hərəkət edir. İkisi eyni vaxtda hərəkət eləmir. Reset window position nədən ötürüdür? Məsələn, pəncərənin birinin enini azaldıb o birisini artıram, düzdürmü? Burada mən verəndə nə? Deməli, reset window position pəncərələrin ölçüləri bərabərdir.
Switch Windows bir pəncərədən digərinə keçid üçündür. Makros nədən ötürü arkadaşlar? Makro komandalar yazmaq. Makro komandalar nədir? Ardıcıl yerinə yetirilən bir neçədən əməliyyatı bir düyməyə mənimsətməklə yaradılan komandadır. İndi gəlin bir dənə boş Word sənədi açım, ona aid nümunə göstərim. Əslində o birisi arkadaşlara vaxtilə keçmişəm. Təzə bir iki arkadaşımız var, onlar üçün deyirəm bunu xüsusi olaraq. Məsələn, burada belə bir iş görürəm də, yazı yazmışam. Salam, əziz insanlar. İnsanlar yazdım. İnsanlar. Bunu bir neçə dənə yerə kopyalayım, təzədən yazmağın dərdindən. Olarmı? Gördünüz? İndi belə bir iş görürəm. Diqqətli olun. Mən gələm view-ya. Sonra nə edirəm? Buradan makros, record makro. Başda makro komandanı yazmağa. Buradan da keyboard seçəcəm. Klaviaturaya mənimsədim. Nə olsun kombinasiya? Ctrl 1. Assign verdim. Artıq bu makros kimi yaddaşa düşəcək. Ekranı açdım və başlayıram iş görməyə. Ctrl Shift bastım. Sağa ox bastım. Düzdürmü? Bastım. Məsələn, Ctrl B bastım. Qalınlaşdı. Bir dənə də gətirəm buradan. Qırmızı rəng elədim bunu. Sonra sağa ox bastım. Ctrl Shift sağa bastım. Ctrl U bastım. Altdan xətt düşdü. Bunun da rəngini dəyişib verirəm. Tutaq ki, mavi rəng. Rəng əhəmiyyətli deyil. Əsas məsələ başına açdığımız oyunlardır. Yenə Ctrl sağa ox bastım. Ctrl Shift bastım. Sağa ox bastım. Bunda kursiv eləyək. Ctrl I basıram. Italic olur. Və bununla yalandan bir başqa rəng eləyirəm. Məsələn, tutaq ki, belə bənövşə, yasəmən arası bir rəng elədim. Elədim, elədim. Sonra nə edirəm? Ctrl aşağı, Ctrl aşağı. Bunu elədim. Sonra da gəlin makrosu dayandırıram. Yenə gəldim view-ya. View-da nə var? Makros. Stop recording. Makros dayandı. Makrosu nəyə mənimsətmişdim? Ctrl 1-ə. İndi baxın, Ctrl 1 basıram. Burada səhv verdi. Niyə? Hə, pəncərənin ölçüsünü böyütmüşəm ona görə. Arkadaşlar, gəlin pəncərəni bir ölçüdə saxlayayım. Təzədən edəcəm bu əməliyyatları. Deyəcəksiniz, niyə? Çünki pəncərənin ölçüsünü böyüdüb kiçiltməkdə makrosu aid elədi. Və onun nəticəsində başa düşmək ki, nə etmək lazım? Bəs niyə mən pəncərə ilə belə işləyirəm? Çünki bu zoom proqramı boyunu yerə soxduğum bu paneli gözümün qabağına gətirib çıxardır. Mən iş görəndə əziyyət çəkirəm. Təzədən edəcəm. Problem nədir ki? Eyb yox. Bura gəldim arkadaşlar. Təzədən view-dan makrosa gəldim. Birinci view makro verirəm. Bunu silirəm. Makro 1-i silirəm. Delete. Yes. Close. İndi baxın. İndi makros, record makro verdim. Keyboard yenə Ctrl 1 verirəm. Təzə bir kombinasiya lazımdır. Close. Assign verdim mi? Verdim. Close verirəm. Ctrl Shift sağ ox, Ctrl B qalınlaşdırdım. Rəngini dəyişmirəm. Ctrl sağ ox, Ctrl Shift sağ ox, Ctrl I verdim. Qoy bu italic olsun. Ctrl sağ ox, Ctrl Shift sağ ox, Ctrl U. Bu da altına xətt oldu. Bunları dəyişdim arkadaşlar. Bax gördüyünüz kimi. İstəyirəm bunu birazca da böyüdə bilərəm. Məsələn, Home-dan gələm, onun şriftini böyütdüm. 2 addımda böyütdüm. Ctrl aşağı, Ctrl aşağı. Və gəlib makrosu yadda saxlayıram. Makros stop recording. İndi baxın. Ctrl 1 vermişdim elə. Ctrl 1. Ctrl 1, Ctrl 1. Gördünüz, digərlərini avtomatik olaraq bu formata çevirdi. Yəni, mən ardıcıl bir neçə əməliyyat aparmışdım. Onlar neynədir? Ardıcıl əməliyyatları bir düymədə qruplaşdırdı və nəticə etibarilə artıq həmin düymə kombinasiyasını icra eləyəndə nə olur? Həmin əməliyyatları bir-bir eləməyimə ehtiyac qalmır. Özü onları hamısını avtomatik yerinə yetirir. Aydındır bura qədər dediyim. Yəqin ki, aydın olur. O zaman keçək Home tabına. Home tabında birinci qrupumuz Clipboard qrupudur. Yəni, Clipboard nədir? Mübadilə buferi qrupu.
Arkadaşım, bu qrupda nə iş görə bilərik biz? Deməli, belə bir şey var. Burada var cut əmri, copy əmri, paste əmri, bir də format painter. Bunların fərqi nədir? Aşağıda bir dənə söz yazdım. Söz yazdım. Görürsən nə qəşəng söz yazmışam. Format painter'ı birinci göstər. Məsələn, insanlar sözünü buradan seçdim. Düzdür? Format painter'ı bastım. Gəlin bu söz sözünü seçəndə nə olur? İnsanları formatlaşdırdığım formaya gəlib düşür. Yəni format painter nədir? Seçilmiş fraqmentin formatını başqa fraqmentə köçürür. Bu bir. Sonra burada katla kopya əmri var. Məsələn, salam sözünü seçsəm, kat bastım. Gördünüz, salam sözü buradan itdi. Və gələm sözdən sonra boşluq qoyub paste əmrini basım. Görün, salam sözü bura düşdü. Sonra copy var. Əziz sözünü seçirəm, copy basım. Copy olanda əzizin özü burada qalır. Sadəcə kopyasını gətirib bura paste eləyə bilir. Bir də qoyarkən special paste var. Ondan sonra burada var paste picture. Şəkil kimi də qoya bilərsiniz. Yəni sözü götürüb şəkil kimi qoyduq. Çox mənasızdır Word-də onu o şəkildə qoymaq. Ondan sonra qoyarkən formatlaşdırmanı cari yerə uyğunlaşdıra bilərik. Məsələn, burada nə var? Merge formatting. Formatlaşdırmaları birləşdir. Sonra keep text onu. Formatlaşdırmaya fikir vermə. Ancaq mətni, yəni məzmunu neyinə apar başqa yerə çıxart. Sonra burada var paste special. Burada da bir neçə dənə seçim verir bizə. Microsoft Word Document Object, Word sənəd obyekti kimi qoya bilər. Formatlaşdırmış mətn kimi, yəni RTF kimi qoya bilər. Formatlaşdırılmamış mətn kimi, Notepad faylları kimi qoya bilər. Picture şəkil kimi qoya bilər, HTML formatına qoya bilər. Bir də unformatted Unicode text, formatlaşdırılmamış Unicode mətni kimi bunu yerləşdirə bilər. Yəni gör seçimin nə qədər yolu var. Bir də burada clipboard'un sağ aşağı küncdə clipboard düyməsi var. Bunu basanda sol tərəfdə mübadilə buferi açır. Arkadaşlar, Word-də mübadilə buferi 24 dənə fraqmenti özünü saxlaya bilər. Məsələn, əziz sözünü kopyalamışam, burada durur. İnsanlar sözünü götürürəm, nədir? Kopyalayıram, o da gəldi, bura düşdü. Salam sözünü götürürəm, kopyalayıram, o da bura düşür. Söz sözünü götürürəm, kopyalayıram, o da bura düşür. Təbii ki, 4 dənəsini istifadə etdik, amma burada dedik 24 dənə fraqment saxlaya bilərik. Buranın əsas xüsusiyyəti nədir? Buradakı fraqmentlərin hamısını eyni vaxtda sənədə daxil eləmək olar. Paste all. Bunu seçdim. Paste all. Bunlar niyə bilirəm mən? Bir dənə. Click an item to paste. Bunu seçdim, bunu boyayır. Bir dəqiqə arkadaşım. Aşağı düşdüm. Hə, 2 qat kliklədim. Deyirəm, axı, niyə olmur? Normalda 1 qat klikləyəndə olmalıdır, amma 2 qat kliklədim, oldu. Diqqət edin, paste all bastıram. Ağlına gələn kimi qoydu. Arkadaşlar, birazcık başı qaçıb bunun. Paste all hamısını birdən qoymaqdan ötürüdür. Yəni, bu şəkildə qoymaqdan ötürü deyil. Nəsə başı qaçdı bunun. Problem yox. Clear all hamısını birdən silə bilərəm. Baxın, buna bir-bir qoymaq olar, bir-bir silmək olar. Bir neçəsini eyni vaxtda qoymaq olmaz, bir neçəsini silə bilməzsiniz. Bir-bir qoyun, bir-bir silin. Clear all verdim, mübadilə buferi boşalır. Görürsünüz, buradan paste əmri deaktiv oldu. Yaxşı. İkinci qrup font qrupudur. Font qrupu şriftlərdən işləməkdən ötürüdür. Burada nə var? Times New Roman şriftin tipini dəyişə bilərsiniz. Məsələn, kalibri, yaxud belə cut above the, deməli, burada yeni bir şrift istifadə etdim. Gördünüz. Sonra ölçüsünü dəyişə bilərik. Word-da ilkin vəziyyətdə, yəni susmaya görə ən kiçik ölçü 8, ən böyük ölçü isə 72-dir. Amma ki, Word-də siz maksimum şrift deyəndə 1638, minimum şrift deyəndə isə 1-i yadınızda saxlayın. Increase addım-addım böyütmək üçündür. Decrease addım-addım kiçiltmək üçündür. Bir də change case var. Buradan istifadə mətni cümlə formatına, yəni seçdiyiniz fraqmenti cümlə formatına gətirmək olar. Yəni birinci sözün birinci hərfi böyük, qalan hərflərin hamısı kiçik. Lower case hamısını balaca hərflə yazmaq olar.
Uppercase hamısını böyük hərflə yazmaq olar. Capitalize each word hər sözün birinci hərfini böyük eləmək olar. Toggle case eləmək olar. Kiçik hərfləri böyük, böyükləri kiçik eləmək mümkündür. Sonra burada var nə? Clear all formatting. Formatlaşdırmanı ləğv edir. Bold qalın yazı üçün də italic kursiv yazı üçün də underline altı xətti yazı. Bir də üzərindən xətt çəkmək olar. Strike through. Məsələn, burada salam sözünün üstünə strike through verdim. Gördünüz, salamın üzərindən xətt çəkdi. Sonra indeksdə yazmaq, sonra üst indeksdə yazmaq kimi imkanları var. Sonra burada nə var? Deməli, şriftdə yazının formatlaşdırması. İnsanlar sözünü seçdim. Burada görürsünüz, kölgə effekti verə bilirəm. Rəngini dəyişə bilirəm. Nə bilim, üç ölçülü formatlarda göstərə bilirəm. Belə mətnə nə edə bilərsiniz? Bəzək falan vura bilərsiniz. Buradan istifadə etməklə. Sonra highlight deməli var. Bu nədən ötürüdür? Vurğulamaqdan ötürü. Bayaqkına nisbətən salam sözü indi daha gözəl çarpan vəziyyətə gəldi. Bir də burada nə var? Rəngləmək aləti var. Yəni text color var, font color. Buradan istifadə edib şriftimizi istədiyimiz rəngə çevirə bilərik. Məsələn, narıncı rəng. Ondan sonraki qrup paragraf qrupudur. Arkadaşlar, paragraf qrupu abzas qrupudur. Buradan istifadə etməklə abzasları nə edə bilərik? Marker təyin edə bilərik abzasların qabağına. Nömrəli siyahı yarada bilərik. Çox səviyyəli siyahı yarada bilərik. Çox səviyyəli siyahı yaratmaq tab düyməsindən keçir. Baxırsınızmı? Bu 1, burada A, 1-in A'sı oldu. 2-ni hətta 1-in B'si eləmək olar. Eyni zamanda A-nın da İ'si eləmək olar. 1-in A'sının İ'si. Bu şəkildə gətirmək olar. Sonra burada nə var? Decrease indent, increase indent. Bu nədən ötürüdür? Sağa sola çəkməkdən. Məsələn, increase verirəm, yavaş-yavaş sola çək. Decrease verirəm, yavaş-yavaş sol tərəfə. Və burada sağa tərəf, burada sola tərəf çəkə biləm. Sonra sort var. Sort nədən ötürüdür? Siyahıdakıları əlifba sırası yaxud əksinə, ya ədədlərdirsə də artan və ya azalan sırada düzmək üçündür. Məsələn, mən buraya yazıram 1, 3, 5. 1, 2 nə idi? 2-ni silim. Burada yazım 6, 4, 2. Bax 1, 3, 5, 6, 4, 2 yazdım. Düzdürmü? Buranı seçirəm. Sort verirəm. Number. Ascending verəndə əlifba sırasından artan sıra ilə düzəcək. 1-dən 6-ya. Descending verirəm 6-dan 1-ə düzəcək bunu. Nə oldu? 6-dan 1-ə düzməlidir. Bu bizədən deyən. Number formatı number'dır. Paragrafda paragrafdır. Because it doesn't recognize list separator. Double click the international icon in the Windows control panel. Səhifə bölüşdürücünü tanımayıb. Yaxşı, onda qoy bura sözlər yazım. Sözləri eləyim də. Ana, vətən, nanə, banan. Qəti aidiyyat olmayan şey bu axırıncı 2 yazdım. List separator deyir tanınmadı. Çox səhicədir bu. Ascending verirəm, əlifba sırasından düzdür. Sözlərdə gördünüz, bölüşdürücünü tanıdı. Amma ədədlərdə tanımadığına görə neynədir? Problem verdi. Halbuki bu əməliyyat həm sözlərə, həm də mətnlərə aiddir. Sonra burada var. Show height tərsinə P. Bu nədir? Görünməyən, yəni çap zamanı görünməyən simvolların görsənilmə rejimidir. Normalda demək, boşluq simvolunu nöqtələrlə əvəz edir, abzas simvollarını tərsinə P hərflərlə əvəz edir. Bu şəkildə çap olunmayan simvolları nə edə bilirsiniz? Görmüş olursunuz ki, bura nə qoyulubdur. Yəni, bunu təyin edə bilirsiniz. Sonra paragrafda bu hissədə var. Deməli, mətnin düzləndirilməsi. Bax, sola düzləndirmə var. Ctrl-E, mərkəzə Ctrl-E, Ctrl-Right sağa düzləndirmədir. Bu justify-də hər iki tərəfə düzləndir. Təbii ki, mətnin bir neçə sətirdən ibarət abzas olanda
Bu işe yarayır. Sonra burada nə var? Sətirlərarası məsafə var. Line and paragraph spacing var. Burada 1/15 sətirlərarası məsafəni 1/5 artıra bilim. Görürsünüzmü? 3-ə qədər qaldırdım sətirlərarası məsafəni. Həmçinin burada var add space before paragraph, add space after paragraph. Abzasdan əvvəl, abzasdan sonraya nədir? Boşluqlar qoymaq olur ki, abzas özündən əvvəlki abzasdan, özündən sonraki abzasdan nə olsun? Aralana bilsin. Bundan ötürü bir dənə abzas sizə göstərim. Bayaqkını açıram. Bunlar nə işə yarayır? Bu nədir? Bu deyil də bayaq mən açdım. Info 15 idi. Açın. Bakın arkadaşım. Burada counter virusda yazan, burada bir paragraf var. Abzas. Bu abzası elə belə götürüb içindəki yazıları rəngləyirəm ki, o birlərdən fərqlənsin. Nə edirəm? Bax, burada verəndə şrifti 2,5 görsünmü? Bir-birindən nə qədər aralandı? Aralandı. Və 1 verirəm, gördünüz bir-birinə nə qədər sıxlaşdı. İndi nə edirəm? Bu proqramdır sözlə counter sözü bir-birinə yaxın yerləşir. Bax, bura baxın. Add space before paragraph. Paragrafdan əvvəl gördünüz, counter ilə proqram bir-birindən aralandı. Bir də add space after paragraph verəndə, bax, bu axırıncı sətr var, bu işarələdiyim. O, praktik yazılan sətirdən bir-birindən aralanacaq. Necə edirəm? Add space after paragraph. Bura qoyuram, paragrafın içindən qoymalıyam kursoru. Gördünüz? Bu abzasla bunun altındakı nədir? Bir-birlərindən aralanmış oldu. Remove verdim. Ləğv olundu. Bunda 1,15'e gətirdim. Sonra nə var burada? Burada var abzasın fonunun rənglənməsi. Baxın. Gördünüz mü onu? Ondan başqa. Burada bir də var çərçivə. Məsələn, abzası seçirəm. Burada çərçivə var. Abzası çərçivəyə aldıq. Aydındırmı? Və styles qrupu nədən ötürüdür? Üslublar üçün istifadə olunan bir qrupdur. Nə üslublar? Heç nə, yazın üslubları. İndi o nə deməkdir? Baxın. Heading 3. Görsünmü? Başlıq üslubu. Normal. Heading 1. Heading 2. Hər dəfə yeni üslub seçəndə yazılar konkret olaraq həmin üsluba uyğun dəyişir. Yəni, burada gördüyünüz üslubların hər hansı birini nə edə bilərsiniz? Seçdiyiniz mətn fraqmentinə mənimsədə bilərsiniz. Ən axırıncı qrupumuz editing qrupudur. Editing qrupunda find əmri yer alır. Find nədir? Axtarış üçündür. Find'i basanda nə olur? Sol tərəfdə navigation pane açılır. Amma bir də var burada advanced find. Bu artıq axtarış pəncərəsini açır və orada nə axtarsa onu yazırsınız və bu seçimi more vasitəsilə genişləndirə bilərsiniz. Məsələn, burada var match case. Yəni şrifti böyük kiçiklə yazmağın özü də fərq edəcək ki, axtarıb tapırsan. Yəni tutaq ki, sən yazdığın söz varsa da, amma sən böyük hərflə yazırsan, mətndə kiçik hərflənsə onu tapmayacaq. Find whole words only. Məsələn, normalda sözün şəkilçisi olsa belə, məsələn, belə deyim də, tutaq ki, Bakı, Bakıya sözünü də axtarıb tapacaqdır. Bakıda sözünü də tapacaq. Amma find whole words only seçəndə ancaq Bakını tapır. Dasını, Bakıda, Bakını, onları tapmayacaq. Use wild cards. Sözdə ola bilsin ki, müəyyən hərflər yaddan çıxdı, onların yerinə əvəz edici simvol istifadə etməyə imkan verir. Sounds like English. Bu artıq ingiliscə yazılan sözlər ki var, onlarda işə yarayır. Məsələn, elə sözlər var ki, eyni cür səslənir, amma fərqli yazılır. Məsələn, dəniz sözü ilə görmək sözü. Ondan sonra getmək participle to-su ilə silah sözü. Bunlar eyni cür səslənirlər. Onlar nədir? Həmin sözləri
biz axtaranda deməli sound like English verəndə birini axtaranda o birisini də tapır. Məsələn, dəniz axtaranda görməyi də tapsın. Find all word forms English. İngilis dilində bilirsiniz, məsələn, qaydası fe'llər falan var ki, bu da nə edir? Axtarış zamanı tutaq ki, go sözünü axtarırsınız, went-i də tapır sizdən ötürü. Qanı da tapmış olur. Bax, bu şəkildə axtarış aparmaq üçündür. Match prefix, yəni söz önüsü, suffix, deməli, suffikslər, yəni şəkilçi deyirsiniz, nə deyirsiniz? Onların söz önüdür, şəkilçidir. Bax, onları əsasən də onların olub olmamasına görə də axtarış apara bilir. Və deməli, buradan intonasiya simvollarına görə axtarış apara bilər. Eyni zamanda boşluqlara görə də nə edə bilərsiniz? Yəni, axtarış zamanı boşluq qoyubsunuzsa da, yaxud da hecab bölücü simvollardan istifadə edirsə, onları görməzdən gəlib də axtarış apara bilər. Replace isə əvəz etmək üçündür. Yəni, tapdığınızı başqası ilə əvəz edə bilər. Bir də go to var. Go to da page yazılıb. Məsələn, page 5 yazıramsa, bizi göndərir birbaşa 5-ci səhifəyə. Hal-hazırda 5-ci səhifədəyik. Yox, məsələn, burada -2 yazmışamsa da, bu məni mənfi 2-ci səhifəyə aparmır. Cari səhifədən 2 səhifə əvvələ gətirir. Əvvəl indi 5-ci səhifədəyimsə, -2 yazandan sonra go to basanda 3-cü səhifəyə məni keçirir. Çünki 5-dən 2 səhifə əvvələ keçirdi. Yox, +3 yazıramsa da, indi 3-cü səhifədən +3 yazanda 6-cı səhifəyə məni aparacaq. -5 yazıram, 1-ci səhifəyə gedir. Bəs birinci səhifədəyəm, burada da 6 səhifə var. +9 yazsam nə edəcək? Heç nə, 6-cı səhifə aparıb orada dayanacaq. Çünki 9-cu səhifə burada yoxdur. Heç 10-cu səhifə də yoxdur. Olmur axı elə. Section eləyəndə bölmələr üzrə həmin əməliyyat aparır. Line eləyəndə sətirlər üzrə həmin əməliyyatı aparır. Yəni, necə əməliyyat? Yəni, line verib +5 versən, 5 sətr aşağı düşür. -10 versənsə, 10 sətr əvvələ qayıdır. Bu da ondan ötürüdür. Bu üç bacı əmrlərdir. Yəni find, replace, go to. Replace ayrıca da açmaq olar gördüyünüz kimi. Bir də select var. Burada select ol hər şeyi seçir. Elə bir Ctrl-A bastınız. Select objects obyektləri seçmək üçün kursor aktivləşdirir. Bu necə bir şeydir? Yəni bax burada şəklin üstündən gəldim, belə bastım. Amma mətnin üstündən gələndə belə seçə bilirəm. Amma select object verəndə mətnin üstünə gəlirəm, mətnin üstündə mətni birbaşa seçmir. Amma obyektin üstündən gələndə onu seçə bilirəm. Bu bundan ötürüdür. Bir də var nə? Select all text with similar formatting. Bax, burada mətnimiz qalın şriftlə yazılıb, düzdür. Select all text with similar formatting verirəm. Həmin şriftlə yazılan hissələrcə seçir. Digər hissələrini görürsünüz, xətrin dəymədi. Amma bu hissə bunu kimi yazıldığına görə buranı da seçdi. Oxşar formatlaşdırmalı hissələri seçir. Bir də var selection pane sağ tərəfdə açılır. Bu əsasən şəkillərlə işləyəndə lazım olur. Məsələn, gördüyünüz kimi picture 2 aktivdir. İndi burada gözün üstündən xətt qoydum. Gördüyünüz kimi picture 2 yığışmış oldu. Yenidən aktivləşdirə bildik. Bax, arkadaşım, bugünkü dərsimizdə Word-də məhz bu sazlama işlərini, yəni fayllarla, mətn sənədi ilə işləyərkən indi elədiyimiz sazlama işlərini öyrənirsiniz və onlara aid testləri işləyəcəksiniz. Gördüyünüz kimi ikicə dənə taba baxdıq. Biri view tabıdır, biri home tabıdır və buradakı əmrlərin nə işə yaradığını da özünüz gördünüz. Güman edirəm ki, rahat şəkildə də kompüterdə işlədə biləcəksiniz. Kimin nə sualı var Word-a aid? Word-u sevən İradə xanım. Sizin. İradə Word sevən. Ekran kaydı aldınız mı? Aldım. Bəli, müəllim, eşidirəm. Word-a aid nə sualınız var arkadaşım? Bax, bu keçdiyimiz hissələrə aid. Nəyi bilmək istəyirsiniz? Heç nə, aydındır, hamısını yaxşı qulaq asdım. Lap gözü. Halal olsun sizə. Başqa kimin nə sualı var?
Yoxdur. Hə, lap yaxşı. Yoxdursa da o zaman nə edək? O zaman gedək dincələk. Sabah yeni bir gün başlayır. Çox gözəl bir gün olacaq. Çünki siz çoxlu dərs oxuyacaqsınız və mutlu olacaqsınız. Eləmi? Bəli. Hə, yaxşı. O zaman sağollaşaq mı arkadaşlar? Gecəniz xeyir. Yoxsa ayrıla bilmirsiniz dərsdən? Bay bay. Sağ olun, sağ olun. Sağ olun. Sağ olun, Mahmud. Sağ olun. Sağ olun.